Bugün sizə to be-nin gələcək zaman formasının izahını verəcəm. Deməli, biz keçdik indiki və keçmiş zaman formasını. Bugün keçirik gələcək zaman formasını. Gələcək zamanda to be bütün şəxslərdə will be olacaq. Məsələn, you will be a doctor. Sən həkim olacaqsan. Görürsünüz, burada gələcək zamanda olur bizim feilimiz. Yəni, acaq, əcək şəkilçisi olacaqsan, mən olacağam, nə bilim, Nəzrin müəllim olacaq və s. bu kimi. Deməli, bunun sual formasında uşaqlar will-i keçirdirik cümlənin əvvəlinə, be isə olduğu kimi qalır. Məsəl üçün, gəlin baxaq, sən həkim olacaqsan. Sən həkim olacaqsan. İndi sual formasını versək, will you be a doctor? Sonunda da olacaq sual işarəsi. Gördünüz, will keçdi. Baxın, burada will-i keçirdik cümlənin əvvəlinə. Be isə olduğu kimi qaldı. Baxın, fikir verin yazdığımız cümləyə. Bir də var uşaqlar, inkar formasında isə sən həkim olmayacaqsan. İnkar formasında isə will və be-nin arasında not yazırıq. Bu formada olacaq. You will not be a doctor da o hissəsini yazmıram. Burada da yenə görürük ki, will və be-nin arasına not yazırıq. Qalan hər şey şəxsimiz, qalan hər şey olduğu kimi qalır. Sadəcə will və be-nin arasına not yazırıq. Bu da olur bizim inkar formamız. Sən həkim olmayacaqsan.